Salam uşaqlar, bugün biz sizə kimyanın ilk anlaşları haqqında məlumat vermək istəyirəm. Deməli, kimya maddələrinin onların tərkibini, quruluşunu, xassələrini, çevrilmə şəraitini, bu zaman müşahidə olunan hadisələri öyrənən bir elmdir. Kimya çox vacib elmdir. Kimyasız həyat yoxdur. İçdiyimiz dərmanlar, yediyimiz qida, aldığımız hava, geyindiyimiz, istifadə etdiyimiz əşyalar, hər bir şeyin əsas tərkib hissəsini kimya öyrənir. Hətta mağazinə daxil oluruq, yağ alırıq, müəyyən qida məhsulları əldə edirik. Hamısının tərkibini öyrənən kimya elmidir. Ağrıyanda dərman alırıq, apteklərə gedirik, həblərdən istifadə edirik. O həblərin hamısının tərkibi kimya maddələrdən ibarətdir. Daha sonra isə əynimizdə libaslar var, hansı ki, təmiz pambıqdan olan da var, lafsan lifindən də olan var. Müəyyən liflərdən hazırlanmış parçalardan istifadə edirik. Sonra həyatda məişətdə istifadə etdiyimiz plastik qablar var. Onların hamısını öyrənən təbii ki, elm kimya elmidir. Yəni kimya çox dərin bir elmdir. Biz kimyaya yiyələndikcə hər şeyin nə dərəcədə, necə olduğunu öyrənə bilərik. Hətta mədəmizdə belə xlorid turşunun olduğunu müəyyən edə bilərik. Aldığımız qazın oksigen, nəfəs zamanı verdiyimiz qazın CO2 olduğunu müəyyən etdikdə biz artıq kimyanın nə qədər vacib bir elm olduğunu dərk edə bilirik. Kimyanı öyrəndikdə axlımıza gələn maddədir. Materiyanın kütlə və həcmə malik bir hissəsidir. Ətrafımızda bütün cisimlər, eyni zamanda canlı orqanizmlər maddələrdən təşkil olunur. Maddələri bir növ lor dildə deyim, təbiətdə özü var, mövcuddur. Xörəkdir, zudur, qızıldır, gümüşdür, dəmirdir, qumdur, havadır, sudur, glikozadır. Hansı ki, özü mövcuddur. Yəni, lor dildə desə, uşaqlara mən doğrusu belə izah edirəm ki, yəni, Allah Taala'nın yaratdığı. Amma biz bu maddələrdən cisimlər düzəldirik. Qayçıdır, qələmdir, bıçaqdır, saatdır, üzükdür, artıq bu cisimdir. Deməli, belə çıxır ki, cisimlər maddələrdən təşkil olunmuşdur. Gördünüz? Cisimlər maddələrdən təşkil olunur. Sonra, maddə nədir? Materiyanın bir növüdür. Fizika kursunda öyrəndiyimiz kimi materiya hiss üzvlərimizə təsir edən, duyğu yaradan obyektiv varlıqdır. Fiziki cisimlər nədən ibarətdirsə, onlar maddələr adlanır. Hətta mən sizə bir söz deyə bilərdim ki, bir maddədən bir neçə cisim də düzəldə bilərsiniz. Bir dəmirdən qayçı, bıçaq, maşın və s. Məsələn, balta və s. kimi nümunələr düzəltmək olar. Daha sonra davam elədik. Maddələr xassələrinə görə iki yerə təsnif olunurlar. Fiziki xassələr və kimyəvi xassələr. Rəng, dad, iyi, ərimə, temperatur, istilik, elektrik cərəyanı keçirməməsi onun fiziki xassəsidir. Müəyyən şəraitdə bir maddənin başqa maddəyə çevrilməsi, başqa reaksiyalara daxil olması, metallıq, qeyri-metallıq, amfoterlik xassəsi, turşuluq qabiliyyəti, oksidləşdirici, reduks edicilik xassələri isə onun kimyəvi xassələri sayılır. Məsəl üçün, mən sizə deyirəm ki, dəmir su rəngsiz, iysiz, dadsız maddədir. Saf su elektrik cərəyanı keçirmir, sıfırda donur, 20 dərəcə Selsiusdə maye haldadır, 100 dərəcədə qaynayır. O söhbət fiziki xassəsindən getdi. Əgər mən desəm ki, su qələmi metallarla şiddətli reaksiya gedib hidroksidlərə çevrilir, pasiv metallarla qarşılıqlı təsirdə olmur, artıq mən kimyəvi xassədən danışmış oldum. Belə. Maddələrin ərimə və qaynama temperaturlarını ilk öncə gəlin öyrənək, bunu bir qrafik üzərində müəyyən edək. Siz bilirsiniz ki, maddələr saf və qarışıq maddələrə bölünür. Saf maddələrin qaynama temperaturları, ərimə temperaturları həmişə məlumdur. Qarışıq maddələrin ərimə və qaynama temperaturları məlum deyil. Siz nağısı bilirsiniz ki, nağdı və əsasən bilirsiniz ki, xörək duzu saf maddədir və 802 dərəcə Selsiusdə əriyə bilər. Və yaxud da başqa bir misal üzərinə çəkək, natrium hidroksidi götürüm, 325 dərəcə Selsiusdə əriyir. Və ya saf suyu götürüm, 20 dərəcə Selsiusdə əriyir, 100 dərəcə Selsiusdə qaynayır. Siz artıq burada maddələrin saf maddələrin ərimə və qaynama temperaturunu müəyyən eləyə bildiniz. Əgər belə bir qrafik görürsünüzsə, söhbət saf maddədən gedir. Bu maddənin 3 aqreqat halı var. Bərk, maye və qaz. Fikir verin. Burada bərk haldadır. Müəyyən halda əriyir. Əriməyə başlayır. Deməli, artıq burada maye haldadır.
Artıq burada qaynamağa başlayır. Artıq burada qaz halındadır. Əgər maddə bərk haldan yox, birbaşa ərimədən qalxsaydı qrafik, onda maddəni maye halda müəyyən edərdik. Belə bir nümunə üzərində istəyirəm göstərəmsə, belə bir qrafik verilir. Saf maddədən söhbət gedir və saf maddə bərk haldadır. 20 dərəcə Selsidə bərk haldadır. 90 dərəcə Selsidə əriyir. Artıq bu intervalda maye haldadır. Artıq bu intervalda buxarlanmağa başlayır. Bu 180 dərəcə Selsidən yuxarıda isə artıq qaz halındadır. Və boşluqları doldurun. 20 dərəcə Selsidə maddə aqreqat halına görə nə haldadır? Bərk halda. Diqqətlə baxaq. Maddənin qaynama temperaturu 180 dərəcə Selsidə baş verir. 100 dərəcə Selsidə maddənin aqreqat halı. 90 ilə 180 dərəcə Selsi arasında maddənin aqreqat halı artıq maye haldadır. 80-dən 10 dərəcə Selsiyə qədər azaltdıqda, deməli 90-dan aşağıya 80-dir. Elə bil ki 80 dərəcə Selsidən 10 dərəcə Selsiyə mən aşağı eləyirəm. 20 ilə 90 arasında hələ maddə bərk haldadır uşaqlar. Hələ 20 ilə yenə deyirəm 10 arasında maddə bərk haldadır. Aysa 90 dərəcə Selsiyə bu maddə əriməyə başlayırsa, 80 ilə 10 dərəcə Selsiyə arasında bu maddə elə aqreqat halı heç dəyişmir, belə deyək. Bəs temperatur 60 dərəcə Selsidən 200 dərəcə Selsiyə qalxsa nə olar? Yəni 60 burada maddənin bərk halda olduğunu göstərir. 200 dərəcə Selsiyə maddənin qaz halında olduğunu göstərir. Bil 60-dan 200 dərəcə Selsiyə qalxmaq maddənin bərk haldan qaz halına çevrildiyini göstərir. Davam elədik. Maddənin aqreqat halı bərk maye qaz olur. Bərkdən maye halına keçiriksə ərimə, mayədən qaz halına çevrilirsə qaynama, qazdan mayəyə çevrilirsə kondensləşmə, mayədən bərkə çevrilirsə donmadır. Bərkdən də qaza birbaşa sublimasiyadır. Bunlar fiziki hadisələr sayılır. Yadda saxlayıq, bərk maye qaz, bircə dənə soldan sağa getdikdə, həmişə bərklərdən qaza doğru getdikdə sıxlığın azaldığı, molekul arası məsafənin artdığını, həcmin artdığını müşahidə edirik. Bircə dənə buz suda istisnadır. Buzun sıxlığı hər zaman, buz suyun üstündə durduğuna görə buzun sıxlığı hər zaman azdır, həcmi böyükdür. Ona görə suyun sıxlığı buzun sıxlığından çoxdur. Buzun sıxlığı da buxarın sıxlığından çox olmalıdır. Yadda saxlayın, ona görə də iceberg həmişə okeanın üzərində, demək suyun üzərində, yəni və yaxud da buz suyun üzərində qalması onun sıxlığının az olduğunu göstərir. Sonra maddələrin deməli bayaq dediyimiz kimi bərk, gördüyünüz soldan sağa gedəndə cazibə qüvvəsi azalır, molekul arası məsafə artır, hərəkət sürətləri artır, sıxlıq azalır, yəni bir-birinin sıxlaşması azalır və həcm artır. Belə bir qrafik var. Bu qrafik əsasında istəyirəm siz bu misalı tam aydın başa düşəsiniz. Deyir 40 dərəcə Selsidə maddə hansı aqreqat halındadır? Baxın. 40 dərəcə Selsi burada bu nöqtəyə düşdü. 40 dərəcə Selsi burada bu nöqtəyə düşdü. 40 burada bu nöqtəyə düşdü. 40 dərəcə Selsidə maddə maye haldadır. Burada isə 40 dərəcə Selsidə maddə bərk haldadır. Burada isə 40 dərəcə maddə qaz halındadır. Ümumiyyətlə, bərkdən qaza doğru gedəndə temperaturun artdığını biz müşahidə edirik. Temperaturun artdığını müşahidə edirik. Ona görə ən az temperaturda bərk, orta temperaturda maye, yüksək temperaturda qaz halındadır. Maddə harda aqreqat halına görə mayedir. Mən yalnız X deyərdim və D variantını göstərərdim. Daha sonra keçdik maddələrin təsnifatına. Maddələr təsnif olunurlar saf və qarışıq maddələrə. Sabit fiziki xassələri olan maddələr saf, ən azı 2 saf maddədən ibarət olan maddələr qarışıqdır. Saf maddənin özü 2 yerə bölünür. Baxın, bəsit maddələr və mürəkkəb maddələr. Yenə deyirəm, saf maddə özü 2 yerə bölünür. Diqqətli olun. Eyni növ atomdan təşkil olunmuş maddələr bəsit, müxtəlif növ atomdan təşkil olunmuş maddələr mürəkkəbdir. S8, O2, N2, helium, neon, argon bunlar təbii ki saf maddələr sayılırlar, bəsit maddələr sayılırlar. Bəsit maddələr özləri bir atom və çox atomlu olmaqla 2 yerə bölünə bilərlər. Bir də metalları, qeyri-metalları bölünürlər. Metallar bir atomludular. Bərk haldadırlar, yalnız civə mayalıdır, siqaret elektrik yaxşı keçirir. Metal parıltısına malikdirlər, plastikdirlər, yaxşı döyülüb yaslanıla bilirlər. Qeyri-metallar həm bərk, həm maye, həm qaz halında olurlar. Bərk yolda olanlar, mayalı olan bromdur, qaz halında olanlar bunlardır. Təsirsiz qazlar bir atomlu sayılır, amma S8, O3, P4 bunlar çox atomlu sayılırlar. Ən az 2 başlatsa çox atomludur. İstilik elektrik yaxşı keçirmir.
Amma yodlu, kristalik, silisiumlu, qrafitdən başqa digər qeyri-metallar metallar parçasına malik deyil. Bir də qeyri-metallar kövrəkdirlər. Əla. Bəs allotropiya nədir? Bəsit maddələrə aiddir. Ümumiyyətlə yadda saxlayın. Kimyəvi element sayı, bəsit maddələrin sayı kimyəvi elementlərin sayından çoxdur. Çünki bir bəsit maddədən, bir kimyəvi elementdən bir neçə bəsit maddə yarana bilər. Bir elementin müxtəlif formada mövcud olması allotropiya. Bu maddələr allotropi şəkil dəyişmələri adlanır. Yəni eyni bir kimyəvi elementin bir neçə basit maddə əmələ gətirməsi hadisəsi allotropiya alınır. Buna kopsisi misal göstərə bilərik. Kopsis hansıdır? Yəni karbon, oksigen, fosfor, kükürt və silisium. Bax bunlar misal allotropik olmalarıdır. Oksigende O2, O3 atomların sayına göre seçilir. Almaz, grafit, karbon, floren, fosfor, qırmızı, qara, silisium, kristal amorf, kükürt, kristali, plastik. Bunlar da kristal qəfəsin quruluşuna görə seçilirlər. Daha sonra ümumiyyətlə maddələr müxtəlif əlamətlərinə görə təsnif olunurlar. Aqreqat halına görə qaz, maye, bərk, fiziki xassələrinə görə saf qarışıq, mənşəyinə görə qeyri-üzvü, sonra tərkibinə görə isə bəsit və mürəkkəb maddələr olmaqla ikiyə bölünürlər və burada diqqətlə baxaq. Elə yaxşı gəldi. Mürəkkəb maddələrin özündə 4 sinfi var. Oksidlər, əsaslar, turşular, duzlar. İnşallah gələcək dərslərdə bunları dəqiq öyrənəcəyik. Hətta üzvü maddələrin özləri belə mürəkkəb maddələr sinfinə daxildir. Əla. Bayaq izah elədiyim kimi, deməli, oksigen və ozon allotropi şəkil dəyişmələri bir-birinin atomların sayına görə seçilir. Amma almaz, qrafit, karbon, florin bunlar isə kristal qəfəsin quruluşuna görə seçilir. Almazda deməli kristal qəfəs tetraedirdir. Qrafitdə kristal qəfəs laylı quruluşludur. Florində isə top şəklindədir. Belə kristal qəfəsinə görə də bir-birindən seçilirlər. Əla. Qarışıqlar nədir? 2 və daha çox maddədən qarışmasından əmələ gəlir. Havada, dəniz suyudur, süddür, qazoldur, mazotdur, kerasindir, poladdır, çuqundur, xörət tuzu, sudur və s. Qarışıqlar ikiyə bölünür. Homogen, heterogen. Homogen eyni cinsli, heterogen müxtəlif cinsli. Görürsünüz, homogen qarışıqlar bir-birinə tam qarışan qarışıqlardır. Heterogen isə bir-birinə qarışmayan, gözlə görünən qarışıqlardır. Saf maddələr və qarışıqlar bir-birindən necə seçə bilərik? Məsələn, saf maddəyə misal kimi xörək duzunu göstərə bilərəm. Gəlin yazaq. Amma bunu isə mən qarışıq maddəyə natrium xlorla suyu misal göstərə bilərəm. Xahiş edirəm, bunları seçməyə bacarın. Saf maddələr eyni növ molekullardan ibarətdir, amma qarışıq maddələr müxtəlif növ molekullardan ibarətdir. Saf maddələrin içinə natrium xlor da aid edə bilərəm, H2-ni də aid edə bilərəm, O2-ni də. Axı mən sizə dedim ki, saf maddələr bəsit və mürəkkəb maddələrə bölünür. Deməli, saf maddələr eyni növ atomlardan və müxtəlif növ atomlardan ibarətdir. Amma qarışıq maddələr yalnız müxtəlif növ atomlardan ibarətdir. Müxtəlif molekullardan və müxtəlif atomlardan ibarətdir. Görürsünüz, müxtəlif atomlar və müxtəlif molekullardan ibarətdir. Və bunlar bir-birlərindən seçilir. Saf maddənin sabit fiziki xassəsi mövcuddur. Tərkibi sabit olur. Nə oldu bilirsiniz ki, su 0-da donur, 20-də əriyir, 100-də qaynayır. Amma tərkibi dəyişkən olan maddənin qaynama ərimə temperaturu haqqında fikir söyləyə bilmərik. Bir də saf maddələr sabit kütlə nisbətində birləşir. Amma dəyişkən qarışıq maddələr istənilən nisbətdə qarışa bilərlər. Saf maddə əmələ gəlmənin zamanı istilik ayrılır və udulur. Məsələn, natrium xlor əmələ gəlsə, natrium isə xlor 2 gəlib, natrium xlor alıramsa, baxın bura, məsəl üçün mən natrium üzərinə xlor 2 gəlirəmsə və natrium xlor alıramsa, bu reaksiya zamanı mütləq istiliyin ayrılması müşahidə olunur. Amma mən şəkəri suda əldə edirəmsə və yaxud da xörək tuzu suda əldə edirəmsə, orada nə eksotermik, nə endotermik prosesin baş verdiyini görə bilmirəm. Bax, başa düşdünüz məni. Əmələ gələn maddələr öz fərdi xüsusiyyətini saxlamır. Məsələn, natrium adi şəraitdə kerosində saxlanılır, metaldır və o artıq xlorla birləşəndə yeni bir maddəyə çevrilir. Gördünüz, öz fərdi xüsusiyyətini artıq xörək duzuna keçdi, saxlamadı. Artıq xörək duzu bərkdir, suda yaxşı həll olur. Biz ondan qidalarımızı istifadə edirik, amma eləcə natrium elə deyil daxı. Saf maddədir, saf yox, safdır, əlbəttə kerosində saxlanılır, aktiv metaldır, şiddətli reaksiyalar gelir, təhlükəlidir. Bax, belə deyək. Amma dəyişkən maddələr öz fərdi xüsusiyyətini saxlayır. Məsələn, xörək tuzudur, suda bir-birinə qarışdıranda yenə xörək tuzu öz tərkibində olduğu kimi saxlayır. Sonra sabit fiziki xassəyə malikdir, bayaq dediyimiz kimi.
Qaynama səriməsi bəllidir, amma qarışıq maddələri bəlli deyil. Sonra fiziki sularla saf maddələri ayırmaq olmaz. Məsələn, mən necə xörək duzunu necə fiziki sudan ayıra bilərəm? Fiziki su nədir? Buxarlanma, qaynama, distillə, xromatoqrafiya. Amma mən fiziki sulla deməli qarışıqlar bir-birindən ayıra bilərəm. Məsələn, xörək duzu suyu buxarlandırma ilə ayırıram. Sonra davam elədik. Eynicisi qarışıqların ayrılmış suları. Eynicisi qarışıqlar bir-birindən gözdən görünməyən qarışıqlardır. Bunları ayırmaq üçün buxarlandırma, bunları ayırmaq üçün kristallaşdırma, ayırmaq üçün distillə, ayırmaq üçün deməli xromatoqrafiya sularından istifadə edirəm. Elə isə birinci biz başladıq sizlə bunların buxarlandırma yoluna. Buxarlandırma bərk və maye bir-birinə yaxşı qarışdırılan maddələrdən söhbət gedir. Eyni zamanda yaxşı suda həll olan qazların suda məhlulunu da buxarlandırma ilə ayıra bilərəm. Yəni elə bir vasitə seçməliyik ki, bərk suda yaxşı qarışsın. Ümumiyyətlə, homogen qarışıqlar həqqi məhlullar da deyilir, çünki maddələr bir-birinə tam qarışır və bu həqqi məhlul sayılır. Kristallaşma. Bu üsul buxarlandırma kimi əldə olan bərk maddə və maye qarışığını ayırmaq üçün istifadə olunur. Eyni zamanda bu zaman əvvəlcə məhlul qızdırılaraq mayenin bir hissəsi buxarlandırır, daha sonra isə qatı məhlul alınır. Alınan məhlul soyutduqda bərk maddə kristallaşaraq qabın dibinə çökür. Kristallaşma ilə ayırma ən çox şəkər su, fruktoza suyu aid edə bilərik. Kristallaşma ilə ayırmanı buxarlandırma kimi tam siz necə? Yəni fruktoz üzüm maddələrinin ümumiyyətlə qaynama temperaturu aşağıdır və molekulyar quruluşlu maddələrdir də. Molekulyar quruluşlu maddələrin suda məhlulunu kristallaşdırmadan ayırırıq. Çünki biz onlardan yəni elə temperatura seçirik ki, maksimal olmasın. Amma qeyri-molekulyar quruluşlu maddələr, məsələn, duzdan suda məhlulunu ən çox buxarlandırma üsulu ilə istifadə edirik. Distillə iki cür olur. Sadə distillə sulu, fraksiyalı distillə sulu. Gəldik sadə distillə suluna. Sadə distillə sulunu, bax gördüyünüz bu qrafik sadə distillə suludur. Laboratorda bu üsul sadə distillə qurğusunda aparılır. Deməli, qurğu aşağıdakı kimidir. Termometri var, soyuducu qurğusu var, suyun çıxışı var, soyuq suyun girişi var və s. və ilaxır. Dəniz suyu kolbada qızdırılır. Baxın diqqətlə, dəniz suyu kolbada belə qızdırıldı. Aha, bu zaman su tədricən buxarlanmağa başlayır. Su buxarı soyuducudan keçən soyuq suyun hesabına kondensasiya olaraq maye hala çevrilməyə başlayır. Yəni başa düşürsünüz? Yəni yavaş-yavaş soyuducudan keçərək maye hala çevrilməyə başlayır. Su buxarı. Bax belə deyək. Maylaşan saf su isə damcı-damcı şəkildə bax tıp-tıp-tıp bax bu qabın içərisinə tökülməyə başlayır. Duz isə kolbada qalır. Bununla da dəniz suyundan saf suyu biz ayırıb ala bilirik. Buna digər suda yaxşı ayrılan maddələrdə ayırmaq üsulu ilə istifadə etmək mümkündür. Buna sadə distillə deyil. Bu 7-ci sinif proqramasına aiddir. Keçdik fraksiyalı distillə suluna. Fraksiyalı distillə sulu biraz fərqlidir. Burada fraksiyalı distillə sulu bir-birində həll olmuş iki və ya daha çox mayeni ayırmaq üçün istifadə edirəm. Buna əsasən etil spirti və suya aiddir və qaynama temperaturları bir-birindən çox seçilməməlidir. Spirtin qaynama temperaturu 78 dərəcə Selsidir, suyun qaynama temperaturu isə 100 dərəcə Selsidir. Baxın, görürsünüz, fraksiyalı